Bağışlayan və mehriban Allahın adı ilə. Xoş gördük hər birinizə, əziz müsəlmanlar. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Düşünərək Allahı xatırlamaq, Allahı yad eləmək ən yaxşı xeyir əməllərdən biridir ki, ümumiyyətlə hər bir əməlimizdə ixlasla etmək, riyadan uzaq olmaq. Məxsus Ramazan ayında, baxın, ibadət insanla Yaradanın arasında olan elə bir mərhələdir, elə bir növdür ki, həqiqətən də Allah Taala ibadətlə insanı böyük bir məqamlara çatdıra bilər. Məxsus da Ramazan ayı elə bir aydır ki, insan bütün halallardan çəkinir müəyyən vaxt çərçivəsində. Əgər insan həqiqətən ixlasla bu əməli eləyirsə, Allah da elə bir Allahdır ki, nəinki ədalətsiz, rəhimli, mərhəmətli, ədalətli olan bir Rəbdir. Quran ayəsi vardır ki, hər kəs etdiyi əməlin əvəzini alacaqdır. İstəyir yaxşı olsun, istəyir pis əməl olsun. Bəs Saffat surəsinin 40-41-ci ayəsində buyurulur ki, hər kəs cəzanı dadacaqdır. Yalnız Allahın ixlaslı və seçilmiş bəndələrindən başqa onlar üçün məlum bir ruzi vardır. Əziz müsəlmanlar, Ramazan ayı elə bir aydır ki, insan, baxın, həqiqi mənada